Avropanın Lityam Dableyev hava tədqiqatları mərkəzinin model proqramlarının ən son tələblərinə əsasən, xüsusilə də bu modeldə biz yağıntı parametrlərinin ümumi tələbləri haqqında məlumatları sizin diqqətinizi çatdırırıq. Xüsusilə də aprel ayının 20-sindən 21-nə keçən və 21 aprel günün birinci yarısında Azərbaycan arasındakı brudluğun bir xeyli artması nəticəsində artıq Azərbaycan demək olar ki, əksər rayonlarında yağıntılı hava şəraiti gözlənilir və bu proses xüsusilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, eyni zamanda Dağlıq Şirvanda və Kiçik Qafqaz ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, eyni zamanda Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərqi ərazisində, Naxçıvanın şəhər mərkəzində, Zulfa ərazisində, Babək ərazisində, eyni zamanda Mərkəzi Aranın Beyləqan, Zərdab, Ucar, Mingəçevir, Yevlax, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində, eyni zamanda Qarabağın aran zonası olan Bərdə, Tərtər ərazilərində və Cəllabad, Masallı, Lənkəran, Astara, Yardıma və Lerişdə də aprel ayının 20-sindən 21-nə keçən və 21 aprel günün birinci yarısında arabir yağış yağması. Ən intensiv yağıntılar isə Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, eyni zamanda Dağlıq Şirvanda və Mingəçevir ərazisində və bir qədər Gəncənin şərq əraziləri Mingəçevir ərazisində gözlənir. Bu yağıntıların intensiv və güclü olması nəticəsində əksər çaylarda sululuğun bir xeyli artması, artıq xüsusilə də Böyük Qafqaz rayonları arasında axan çaylarda isə sel və daşqının baş verməsi ehtimalı var. Bu riskini nəzərə almaq lazımdır. Bu proses aprel ayının 20-sindən 21-nə keçən gecə Bakı, Abşeron, Sumqayıt ərazisinə doğru yaxınlaşacaq. Nəticədə aprel ayının 20-sindən 21-nə keçən gecə Bakıda havada buludluğun artması gözlənilir. Ən son model təhlilləri isə onu göstərir ki, bu yağıntı sisteminin aprel ayının 20-sindən 21-nə keçən gecə saatlarında Bakı, Abşeron, Sumqayıt arasında dağılma olması nəticəsində hətta Bakının şimal, mərkəzi və cənub-şərq qəsəbələrində yağışın qısa müddət ərzində intensiv və lokal güclü olması ehtimalı var. Bu proses daimi olaraq izlənilir. Əgər bu prosesin artıq biz ciddi şəkildə peyk görüntülərinə baxaraq biz bunu izləyəcək ki, bu proses əgər real zaman ərzində güclənərsə, dərhal gecə saatlarında ən son təhlillər haqqında kanalda yeni video yayınlanacaq. Bu proses real zaman ərzində baş verərsə, birbaşa peyk görüntüləri ilə radar görüntülərinin birləşdirilmiş məlumatları əsasında kanalda təcili videolar yayınlanacaq. Çünki artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslərin intensivliyini modellər çox zəif göstərir. Bu proseslərin intensivliyi haqqında biz birbaşa peyk görüntülərinə baxaraq və radar görüntülərinin təhlilləri əsasında peyk və radar məlumatlarının birləşdirilmiş məlumatlarına biz baxaraq artıq bu tip sistemin yaxın saatlarda Abşeronun hansı ərazilərinə təsir etməsi haqqında ən son məlumatlar sizin diqqətinizi çatdıracaq. Model isə onu göstərir ki, Avropanın Lityam Dableyev hava tədqiqatları mərkəzinin yağıntı parametrlərinə əsasən isə aprel ayının 20-sindən 21-nə keçən gecə Bakıda arabir yağış yağması gözlənilir və yağıntıların isə xüsusilə də Abşeronun Sumqayıt, Saray ərazisində və Bakının ətraf qəsəbələri olan Nardaran, Maşdağa, Pirşağı, eyni zamanda Zağuluba, Xəzər rayonu, Mərkən ərazisində, Binədə, Suraxanıda, Hövsanda və Pirallahı adasında zirədə yağıntıların intensiv olması, hətta lokal güclü olması ehtimalı var. Çünki topa yağış buludlarının Abşeron arasından keçməsi gözlənir. Aprel ayının 21-i gündüz saatlarında Azərbaycan arasında yağıntıların tədricən səngiməsi ehtimalı olsa da, aprel ayının artıq 23-ündən başlayaraq əvvəlcə Şimali Qafqazda, aprel ayının 24-cü günün birinci yarısında isə Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün mümbir sinoptik şəraitin yaranması gözlənir. Bu barədə ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Avropanın Lityam Dableyev hava tədqiqatları mərkəzinin model proqramlarının son təhlillərinə əsasən xüsusilə troposferin orta qatlarındakı siklon və antisiklonların gedişi isə onu göstərir ki, xüsusilə də aprel ayının sonlarında da Qafqazın şimalında, Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin tez-tez kəskin dəyişilməsi üçün mümbir sinoptik şəraitin yaranması gözlənir. Çünki Rusiyanın qərbində orta troposfer atmosfer təzyiqində azalma nəticəsində tez-tez ekstratropik tipli subtropik siklonların ərazidə aktiv olması gözlənir. Azərbaycan ərazisi isə
siklon sisteminin, yəni bu ekstratropik siklon sisteminin sağ qolunun təsiri altında olacaq. Bu da deməkdir ki, Azərbaycan ərazisində həm isti hava dalğalarının təsirləri gözlənilir, həm də soyuq hava dalğalarının təsirləri gözlənilir. Belə proseslər daha çox ciddi topa yağış buludlarının və laylı yağış buludlarının intensiv inkişafı ilə müşahidə olunur. Çünki isti dalğalarla soyuq dalğaların toqquşduğu ərazilərdə ən təhlükəli deyilə biləcək bir təsir edici atmosfer hadisələri qeydə alınır. Topa yağış buludlarının güclü inkişafı, supersel buludların təsirindən leysan xarakterli yağışların qısa müddət ərzində lokal xarakterli, güclü və şiddətli olması, eyni zamanda dolu proseslərinin intensivləşməsi, hətta dolunun diametrinin kifayət qədər iri dənələr yağması nəticəsində hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən risklərin artması ehtimalları da var. Ümumilikdə, aprel ayının sonlarına qədər Rusiyanın qərbindəki ekstratropik siklon sisteminin aktiv olması gözlənilir. Hətta 2026-cı ilin may və iyun aylarının əvvəllərində, yəni may ayı ərzində və iyun ayının birinci 10 günlük ərzində də Rusiyanın qərbində yay aylarının xarakteri olmayan qeyri-adi dərəcədə bir soyuma gözlənilir. Bu prosesə səbəb isə ərazidə tez-tez ekstratropik tipli siklon sistemlərinin aktiv olması nəticəsində ərazidə havanın temperaturunun tez azalması, güclü fırtınaların baş verməsi üçün mümbir sınaqlı şəraitinin yaranması gözlənilir. Eyni zamanda Aralıq dənizinin şərqindən və Qara dənizdən daşınan rütubətli hava ilə və Xəzər dənizindən daşınan rütubətli hava ilə Trabzon orta qatlarında toqquşan soyuq və isti hava şüalarının təsirindən Azərbaycan ərazisində də 2026-cı ilin aprel ayının sonlarında may və iyun ayının birinci 10 günlüyünə qədər olan müddət ərzində tez-tez hava şəraitinin dəyişilməsi gözlənilir. Yəni hər 2 gündən bir hava şəraitində dəyişiklik gözlənilir. Bunun üçün də xüsusilə də 2026-cı ilin yaz-yay köçürlük dövründə tez-tez hava xəbərlərini izləmək lazımdır. Çünki bu tip proseslər aldarıcı olur. Ola bilsin ki, bir gün, 2 gün günəşli isti hava şəraiti ola bilər və bu da insanları arxayın edə bilər. Lakin qısa müddət ərzində hava şəraitinin anidən kəskin dəyişilməsi müşahidə edilə bilər. Hətta bu tip proseslər o qədər ani şəkildə baş verir ki, qlobal modellər bu siqnalları zəif göstərir və yaxud da heç göstərmir. Nəticədə ərazidə qısa müddət ərzində güclü topa yağış buludlarının inkişafı müşahidə edilə bilər. Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, Naxçıvanda, Mərkəzi Aralanda, Cəlilabad Asrada, hətta Abşeron arasında belə bu topa yağış buludlarının keçməsi nəticəsində ərazidə lokal xarakterli hava şəraitinin kəskin dəyişilməsi qeydə alına bilər. Bunun üçün də 2026-cı ilin yaz-yay köçürlük dövrü əvvəlki dövrlərlə müqayisədə bir xeyli fərqlənəcək, tez hava şəraiti dəyişiləcək. Bunun üçün də bu tip prosesləri əvəzlə bilmək üçün hava xəbərlərini yaxından izləmək lazımdır. Rəsmi hava xəbərlərini, eyni zamanda regional və qlobal modelləri izləməyə dəyər. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.